Statistikalara əsasən yaponlar dünyanın ən az yatan millətidir. Onlar üçün işləməyin saatı yoxdur. Gecə 3-də Tokyo küçələrində gəzsəz, hələ də açıq olan ofisləri, skamyalarda mürgüləyən insanları görə bilərsiniz. Buna görə Yapon iqtisadiyyatına ildə təxminən 138 milyard dollar ziyan dəyir. Hətta ölkədə işləməkdən ölmək anlayışı var. Bəs yaxşı, yaponlar niyə yatmırlar? Yaponiyada yuxusuzluq kütləvi psixoz halını alıb. Burada insanlar ortalama olaraq gündə 6 saatdan az yatırlar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yaponların 40%-i xroniki yuxusuzluqdan əziyyət çəkir. Karoshi adlı maraqlı bir termin var. İşləməkdən ölmək mənasında istifadə olunur. Ölkədə yuxusuzluq və həddindən artıq işləmək səbəbindən hər il yüzlərlə insan həyatını itirir. Yaponlar birdən-birə belə olmayıblar. Gəlin tarixlərinə də qısaca nəzər yetirək. Bu, samuray dövründən qalma bir mentalitetdir. Ağrıya, yorğunluğa və əziyyətə dözmək bir növ güc nümayişi hesab olunur. İkinci Dünya müharibəsindən sonra yenidən qurma dövründə işə sədaqət vətəndaşlıq borcu sayılırdı. Edo dövründən, yəni 17-ci əsrdən bəri formalaşan inemuri, yəni ayaqüstü yuxu anlayışı da maraqlıdır. Belə ki, bu düşüncə tərzinə görə ictimai yerdə yuxlamaq ayıb deyil, əksinə çalışqanlıq əlamətidir. Inemuri sənin zəhmətkeş olduğunu göstərir. Bu düşüncə tərzi yaponlarda özünü ailəyə və cəmiyyətə qurban vermək mənasını daşıyır. Əgər sən işləmirsənsə, digərlərinin yükünü çiyninə almırsansa, normal vətəndaş sayılmırsan. Yaponlarda yuxu ilə bağlı belə terminlər çoxdur. Məsələn, honne və tatameya anlayışı yuxusuzluğu, yorğunluğu hiss etdirməmək mənasına gəlir. Təsəvvür eləyin, yuxuya ehtiyacınız var, ancaq bunu göstərmək ayıb sayılır. Qara kampaniya adlandırılan şirkətlər var. Burada iş saatlarının müddəti olmur, istirahəti isə yoxdur. İnsanlar 12-14 saat işləyib, sonra 2 saat metro ilə evə qayıdırlar. Yuxu üçün isə vaxt qalmır. İş vaxtı bitəndən sonra ofisdə qalmaq adi bir hala çevrilib. Şirkətlər ailə kimi təqdim olunurlar. İşdən tez çıxmaq, icazəsiz istirahət eləmək qəbahət sayılır. Hətta məktəbə də az qala iş yeri kimi baxırlar. Yapon məktəbliləri orta hesabla 5-6 saat yatır. Dərsdən sonra hazırlıqlara, dərnəklərə gedirlər. Ancaq bu yuxusuzluq sadəcə çalışqanlıqdan irəli gəlmir. Ölkədə video oyunlara da xəstəlik dərəcəsində maraq var. Hətta standart və premium olmaqla oyun otaqları olur. Bu məkanları kirayələyib aylarla çıxmayan insanlar xeyli çoxdur. Sosial media asılılığı da yuxusuzluğa ciddi təsir göstərir. Yaponların FOMO adlandırdıqları daim nəyisə qaçırıram tipli düşüncə tərzi bu səbəbdən yaranıb. Əhalinin təxminən 70%-i yatmazdan əvvəl sosial şəbəkələrdə vaxt keçirir. Axşam saatlarında telefon, planşet və kompüter ekranlarından yayılan mavi işıq insan beynində melatonin hormonunun ifrazını bloklayır. Bu hormon isə bizim yuxuya getməyimiz üçün zəruridir. Hətta yaponlarda texnoloji cihazlardan istifadə nəticəsində yaranan yorğunluq halları və yuxu pozuntuları aktual problemə çevrilib. Ümumən bu ölkədə yuxusuzluq bir mədəniyyət kimi formalaşıb. Ancaq bu mədəniyyət ciddi problemlər yaradır. Yeri gəlmişkən yuxusuz qalmağın beynimizə vurduğu zərərlərlə bağlı hazırladığım bu videonu da daha sonra izləməyi tövsiyə edirəm. Qayıdaq mövzumuza. Yuxusuzluq səbəbindən Yaponiyada hər il minlərlə avtomobil qəzası baş verir. Əmək məhsuldarlığı aşağı düşür, işləyənlər çox olsa da effektivlik aşağıdır. Təbii ki, buna görə cəmiyyətdə müxtəlif psixoloji problemlər də yaranır. Məsələn, olduqca maraqlı hikikomori fenomeni var. Evə qapanan, sosial həyatdan uzaqlaşan insanlar. Onlar gün ərzində bir qədər yatır, gecələr isə tamamilə oyaq olurlar. Gecə sosial əlaqələr azaldığından bu vaxtı özləri üçün təhlükəsiz hesab eləyirlər. Bu həyat tərzinin yuxusuzluqdan dolayı formalaşdığı ehtimal edilir. Çünki yuxusuzluq özü ilə bərabər ciddi psixoloji problemlər də yaradır. Bir növ yuxusuz qalan insanlar zamanla cəmiyyətdən tamamilə qopa bilirlər. Yapon yuxusuzluğu ilə bağlı bir sıra diqqət çəkən araşdırmalar da aparılıb. Yaponların digər millətlərlə müqayisədə daha yüngül yuxuya sahib olduqları, yuxularının daha tez pozula biləcəyi müşahidə olunub. Bunun səbəbi isə dəqiq bilinmir. Bioloji ritim, stres hormonları, hətta yemək saatlarının dəyişkənliyi kimi məsələlərin səbəb olduğu güman edilir. Üstəlik, Yaponiyada kafeinli içkilərdən, yaşıl çaylardan istifadə geniş yayılıb. Bunun da yuxusuzluqlarına önəmli təsir etdiyi düşünülür. Bəs bütün bunların həll edilməsi üçün hökumət nələr edir? 2016-cı ildə Premium Friday adlı layihə başlatdılar. Ayda bir dəfə işçilər cümə günü saat 3-də evə buraxılır. 2021-ci ildə bəzi şirkətlər həftədə 4 günlük iş sınaqları keçirtdi. Yuxunun önəmi ilə bağlı maarifləndirmə proqramları yaradılıb. Bəzi ofislərdə iş saatı ərzində qısa yuxu üçün xüsusi otaqlar qurulub. Həmin vaxtlarda Wi-Fi-yə qoşulmağa icazə verilmir. İşdən sonra e-mail yazmaq da qadağan olunub.
Texnologiya şirkətləri yuxunu təşviq etmək üçün ağıllı yastıqlar, tətbiqlər yaradır. Ancaq bütün bunlara baxmayaraq yaponlar hələ də ənənələrinə sadiq qalırlar. Yapon mədəniyyəti hər bir yönü ilə maraq doğurur. Yuxusuz qalmaq onlar üçün əzmkarlığı, güclü olmağı simvolizə eləyir. Yəni bizim adi yuxusuz qalmağımızla eyni deyil. Sağlamlıqlarına, psixologiyalarına nə qədər zərər versə də bu həyat tərzindən əl çəkə bilmirlər. Maraqlıdır, bəs sən nə düşünürsən? Yaponlar nə üçün yatmaq istəmirlər? Sən özün də yuxusuzluqdan əziyyət çəkirsən? Fikirlərini bölüş. Bu cür videoların davamlı olması üçün abunə olmağı, videonu bəyənməyi unutma. Şirin yuxular.